Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərləri, ərazi partiya təşkilat sədrləri və Yeni Azərbaycan fəalları iştirak edirdi. Konferans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirdi ki, xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz Azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əli Rzaoğlu Əliyev məhz bugün mayın 10-unda anadan olmuşdur. Daha sonra çıxış edənlər qeyd etdilər ki, Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olmuşdu. Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi dahi şəxsiyyətin adı ilə bağlıdır. Könül Kazımova, Rafiq Həsənov bugün informasiya proqramı üçün.